Bəzən insanlar dua edərkən dualarında hədlərini aşırlar. Baxın, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İnnehu seyekunu qavmun ya'taduna fid-dua. Elə bir qövm gələcək ki, onlar dualarında hədlərini aşacaqlar. Alimlər bunu izah edirlər, deyirlər ki, ümumiyyətlə bu çox geniş bir şeydir. Məsələn, bir insan pozqazan alır, sonra gedir Rəbbinə dua edir ki, orada nəsə bir pul olsun. Və yaxud lotereya oynuyor, lotereya alır və Rəbbinə dua edir ki, onu orada qazanır etsin. Və yaxud da bu cür zamanımızda baxırıq ki, insanlar o qədər hədlərini aşıblar ki, içki içərkən qaldırırlar qədəhləri və dua edirlər. Subhanallah. O günah edərkən sanki həmən vaxtı dua etmək daha gözəl bir şeydir deyənə öz ürək sözlərini təməlli edirlər. Bu da şeytandan da dəyərli qardaşlar. Bizim cəmiyyətimizdə insanlar həqiqətən də dini bilgiləri çox zəifdir və bizim üzərimizə düşən, hər bir üzərinə düşən bunları tanıdıqlarımıza izah etməliyik. Bu böyük bir fürsətdir sizin üçün də dəyərli qardaşlar. Onun üçündür ki, buna diqqət edelim. Və günümüzdə xəbərlərdə qarşıma çıxdı, bilmədim ki, o xəbərə mən gülüm yoxsa üzülüm. Yazılıb ki, hansısa bölgədə, Azərbaycanın bəzi bölgələrində butulka dirişdir ortaya. Çox qəribə bir şeydir. İnsanlar onları yaradan Allah'ı deyil, gedirlər hansısa pirlərdən yapışırlar. Və yaxud da gedirlər hansısa qənd yapışdırırlar və yaxud da baş örtüyü dəmirə asırlar və onlardan deyirlər, subhanallah. Halbuki dəyərli qardaşlar, Allah azze ve celle bizə şah damarımızdan daha yaxındır. Müslümanlar Fatiha suresini əzbər bilirlər. Orada deyirlər ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz yalnız sənə dua edir və yalnız səndən diləyirik deyirlər. Lakin bu dildədir. Bəzi insanlar baxırsan ki, Allah'tan başqa nə varsa onları çağırıb dua edirlər. Onun üçündür ki, bizim cəmiyyətimiz həqiqətən də dəvətə çox ehtiyacı vardır və bu dəvətdə hikmətli olmaq lazımdır, dəyərli qardaşlar.